bir məktəbdə təhsil almağımızdır. Buna görə biz dövlətimizə, prezidentimizə, rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Sizin adınızdan mən öz minnətdarlığımı bildiririk. Və burada fikir verə bilərsiniz, baxıb görürsünüz ki, bizim məclisimizdə kimlər iştirak edir? Deməli, polis şöbəsindən, icra nümayəndəliyindən, bələdiyyədən nümayəndələr iştirak edir. Və bu onun bariz nümunəsidir ki, bizim məktəbə, daha doğrusu sizin təhsilinizə böyük qiymət verilir və həmişə ön sıralardan birində olur. Bu günləri çox əlamətdar günlərdən biridir. Ona görə ki, bizim bu tədbirimizdə 30 il bundan əvvəl orta məktəbi başa vurmuş məktəbi məzunları da iştirak edir. Onları mən salamlayıram. Təkrarçılıq olmasın, onları alqışlayıram. Çünki bizim sevincimizin həddi-hüdudu yoxdur. Və arzum ondan ibarətdir ki, əziz uşaqlar, siz də bax bu 30 il bundan əvvəl orta məktəbi bitirmiş məzunlar kimi həmişə məktəbə məhəbbətiniz həmişə olsun və o gün olsun ki, siz də 30 illiyi bax bu cürünə gəlib bu məktəbdə neynəyəsiniz? Qeyd ediyorsunuz. Mən məclisimizdə iştirak edən bütün qonaqlara xoş gəldin deyirəm və siz bizim məclisimizi belə yüksək səviyyədə tərəvvətləndirdiyinizə görə Aydın müəllim, Cəlal müəllim, hamınıza Kərbəlayı sizə öz minnətdarlığımızı bildiririk. Allah canınızı sağ eləsin. Uşaqlar, sizə bir məsləhətim var. Əlbəttə, sizi mən təbrik edirəm. Həyat çox mürəkkəbdir. Həyatın bu keşməkeşliyində, yəni çətinliyində sizə müvəffəqiyyətlər arzulayıram. Arzum budur ki, həyatın sizə vurduğu ilk zərbədən belə deyək, küsməyəsiniz, mübariz olasınız. Ən çətinə düşəndə də mən bütün həmişə demişəm, valideynlərinizə yaxınlaşın, müəllimlərinizə yaxınlaşın, məsləhət alın, siz tək deyilsiniz və sizin valideynlərinizə göz aydınlığı verirəm. Onları salamlayıram. O gün olsun ki, onların öz evladları haqqında nə arzuları varsa onu həyata keçsin. Sizi bir daha təbrik edirəm. Yolunuz açıq olsun. Sizin ancaq uğurlarınızı gözləyirik. Sağ olun. Son zəng. 2 söz, 7 hərfdən olan bu sözün böyük mənası var. Bu söz məktəb həyatına əlvida, yeni həyata çağırış deməkdir. Bu yolda sizə 11-cilər uğurlar arzulayırıq. Günəşə çatsa da nurlu taleyim, səninlə bağlıdır arzu, diləyim. Nə bir dərdim var, nə bir qəmim, səni 100 il yaşa mənim ilk müəllimim. 11-cilərə ana və vətən sözünü yazmağı öyrədən, onların mənasını dərk etdirən ibtidai sinif müəllimləri iştirak edir məclisimizdə. Sözü ibtidai sinif müəllimlərinə veririk. Buyurun. Çox sağ olun, mənə söz verdiyinizə görə. Bu gün mənim üçün 2 qat bayramdır. Ona görə ki, həm birincilərin müəllimiyəm, həm də 11-i bitirənlərin 1-ci sinif müəllim olmuşam. Hər 2 sinifə uğurlar arzulayıram. Birincilərə savad, biliş arzulayıram. Onlar da sağ-salamat məktəbi bitirsinlər. 11-lərə isə can sağlığı, bu çeşməşəşli yollarda onlara uğurlar arzulayıram. Arzu edərdim ki, orada olan uşaqların çoxsu ali məktəbdən sədaları gəlsin. Bunlara nə bilim, xoşbəxtlik, uğurlar, can sağlığı. Sağ olun. Çıxış üçün söz verilir 11-cilərin sinif rəhbəri Ağayev Balayar müəllimə. Buyur Balayar müəllim. Elman müəllim ümumiyyətlə burada əyləşən insanlar haqqında, şagirdlər, müəllim kollektivi haqqında çox gözəl sözlər dedi, əhatə elədi. Mən qısa bir neçə kəlmə ilə fikrimi bildirmək istəyirəm. Bugün 11-cilər üzümü sizə tuturam. Bu qısa bir neçə ərzində sizin sinif rəhbəriniz oldum mən. Sizinlə müəyyən günlərimiz oldu. Yəni qısa bilirsiniz nə demək istəyirəm. Problemlər də oldu, yaxşı günlər də oldu, xoş xatirələr də oldu.
Arzu edirəm orta məktəbdə oxuduğunuz müddətdə hansı ki müəyyən mənfi cəhətlər olub, o cəhətlərlə məktəbdə qalsın. Allah sizə bu 11-ci sinifdən sonra müstəqil həyatda necə deyim, xoş günlər qismət eləsin. Ali məktəblərdən səsiniz gəlsin. Bir-birinizi eşidəsiniz. Doğrudan da 30 il bundan qabaq ki, məzunlar olub orta məktəbdə bu günləri onları salamlayırıq. Sevim müəllim, hamınızı salamlayırıq. Siz də bu tradisiyanı unutmayasınız, davam edəsiniz. Və müəllimi görəndə sadəcə müəllim salam, necəsiniz deməyi unutmayasınız. Çünki həyatda nə əldə etsəniz, nə qazansanız, birinci özünüz üçün, ailə üzvləriniz üçün, qohumlarınız üçün edirsiniz. Müəllim üçün yadda qalan bir o olacaq ki, müəllim əgər sinifdə sevilibsə, şagird onu həmişə salam müəllim, necəsə sözü ilə həmişə yad edəcək. Yenə mən arzu edirəm sizə uzun ömür, can sağlığı, xoşbəxt olun, gələcək həyatınızda uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun. İndi isə birincilər 11-ciləri təbrik edir. Hüququmuz biridir, şagirdidir, hamımızın adıdır. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtdik biz onda. Bir müəllim töhmət eyni dərdimiz. Ben gelirim hocam. Sen geldin. Az ne korkak arkamda oturma. Yani hayırlı mı otur bardaki bilmiyorsun. Ne oldu be yapıyorsun? Ne yapıp ben seni bir yoldaşlarım? Ben tabii niye yapıyorum? Ben seni yoldaşlarım. Erman ben. Niye gelmem benim yanıma? Yalanından haberimiz yoktu. En düşseniz kederimiz bir damcı. Hele onda sevincimiz çok iyiydi. Yazılanı bir sevgiyle bozmakta bizim için ne sandı ne san. Habersizdik ömrümüze biz helal. Talih yazan bozulmayan yazıdan. Hele bizim için ağırdı. Bir arzuyla alışırdı, yanırdı. Özümüzü biz havladık. Özümüzü ne mühtebe sanırdı. Mektebinleri ömrümden şirin duygu gayrısız günleri. Her anı bir ömre beraber seyirli günleri. Ben bayaq qeyd elədim, 30 il bundan əvvəl bu şagirdlərin, indiki məzunların yerində dayanmış insanlar
orada əyləşiblər. Özdə sinifdə necə əyləşmişdilərsə, indi də elə əyləşiblər. Mən sözü Seyyum müəllimə vermək istəyirəm. Seyyum müəllim mənim ən sevimli şagirdim olub. Seyyum müəllimə dərs deyən müəllimlər hamısı şahiddir ki, Aydın müəllim elə o əlaçı olub. Bütün qiymətləri 5 olub. Ona görə də o ali məktəbə müvəffəqiyyətlə girib, ali təhsil qazanıb, müəllim olub, məktəb direktoru, bütün bunların hamısı bunun Seyyum müəllimin həyat səhifəsinə tərcümə halında var və biz şadıq ki, Seyyum müəllimin tərcümə halında onun müəllim kimi bizim də adımız düşüb. Buyurun Seyyum müəllim. Çox sağ olun İlman müəllim. Əvvələn bu məclisi təşkil edəcək sizə çox dərin minnətdarlığımı bildirim. Sözün doğrusu neçə ay bundan əvvəl bu ideyanı mən verəndə çoxlu sözlər əzbərləmişdim ki, danışacağım. İndi həyəcandan özüm də biraz özümü itirmişəm. Yəni ona görə birinci mən sözü başlamaq istəyirəm. Görkəmli Azərbaycan alimi Sultan Məcid Qənizadənin belə bir sözü var. Vətəni özünə doğma bilən adamlar tərbiyə etməyi bacarırıqsa, insanların xoşbəxtliyini təmin etmək mümkündür. Mən bu günləri biz birinci sinifə gəldiyimiz il 40 il bundan bizim direktorumuz olmuş və bizə dərs demiş, dünyadan köçmüş, həm də sinif yoldaşlarımız. Yad eləmək istəyirəm birinci, bununla başlamaq istəyirəm. Həsən ağa müəllim, İbrahimov Həsən ağa müəllim, Əsəd müəllim, Rəhman müəllim, Ağasadıq müəllim, Rəhim müəllim, Əmən müəllim, Dora müəllimə, Valentina müəllimə, Lumu müəllimə, Tamilə müəllimə, bizim sevimli müəllimlərimizdə Allah onlara rəhmət eləsin deyirəm. Həyatdan köçən, ölkəmizin azadlığı uğrunda şəhid olanlar, sinif yoldaşlarımız var. Bunlardan Pakizə, Gültəkin, Səidə, Faiq və vətənimizin azadlığı uğrunda şəhid olmuş Tacir və Elmanı bu günləri yad eləmək istəyirəm. Həyatdan köçən əziz müəllimlərimizə, sinif yoldaşlarımıza və vətənimizin azadlığı uğrunda şəhid olanlarımıza Allahdan rəhmət diləyirəm. Onların xatirəsini bir dəqiq süqutla yad etmək istəyirəm. Hə, sakin. Durun da ayağa. Allah rəhmət eləsin. Əziz müəllimlər, valideynlər, hörmətli qonaqlar, mehriban şagirdlər, sizin hamınızı bu şən günümüzdə salamlayır və hər birinizə xoş gəlmişsiniz deyirəm. Bu günün həyəcanını, fərəhini bizimlə paylaşacağınız üçün sizlərə təşəkkür edirəm. İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yadda qalan, hər an xatırlana biləcək günlərdən biri də son zəng günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır. Qəlbimizin dərinliklərindən kaş o günlərə dönə biləydim arzusu keçir. Hər il mayın 31-i ölkəmizdə son zəng günü kimi qeyd olunur. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinç dolu bir nisgil hiss olunur. 11-cilər bu günə xüsusi olaraq hazırlaşırlar. Mən bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirəm ki, tələbə adına layiq görülüb, öz əməlləri ilə vətənimizin adını həmişə zirvələrə uzatsınlar. Yadımdan çıxmamış 30 il əvvəl çiynimdən bir yekə çanta asmağım, uşaqlıq dostlarım çağıranda gəl, ilk dəfə məktəbə qədəm bastığım, müəllim adımı soruşan zaman gəlmədi nədənsə sevincim saya, onun hər sözünə qalmışdım heyran, o gün başqa sözlə, başqa gözlə baxdım dünyaya. Bitirdim məktəbi mən bugün demək, can alıb yuxsuz gecələrimdən, 10 il taxtada yazıb silərək nə qədər təbaşir işlətmişəm mən. Ay yazı taxtası, mən səndə nə qədər yazı yazmışam. Hər kiçik rəqəmi, hər kiçik sözü sinəmdə 1000 dəfə azı yazmışam.
Məktəb həyat yoludur, o hamıya gərəkdir. Məktəbli hər oğul, qız vətəninə köməkdir. Məktəblər həm birinci, həm sonuncu deməkdir. Sizi yola salırıq, yol gəlir birincilər. Son zənginiz mübarək, əziz 11-cilər. Məktəblər insanların ən ülvi fürsətidir. Bugünkü əqli zəka sabahın ismətidir. Buradan kim apardı, ömürlük qismətidir. Sizin sonuncu zəngi çalacaq birincilər, son zənginiz mübarək, əziz 11-cilər. Hamınıza təşəkkür edirəm. Müəllim, 3-cü A sinif şagirdi Əhmədova Aysun. Yaşa bəxtiyar ol, 100 yaşa var ol, sənət zirvəsində təksən müəllim, bizimlə baş-başa sən qoşa var ol, arzuya, istəyə yolsan müəllim. Adında gizlənib min bir xəzinə, dilimin əzbəri ada qurbanam, sözün hər kəlmən həyatdır mənə, ey nurum səndəki o da qurbanam. Paçlıq, saflıq sözü yaraşır sənə, çiçəyə gözəllik yaraşan kimi. Var. Yaxşıdır, əladır, əla. Öz ürək sözünü söyləmək üçün sözü 11-ci sinif şagirdi Saniyə Evliyəyə. Buyur. Olan yerdə mən aradım. Qabil dedi, mən tutacaq. Dedim, bıraksın edesin. Ezin oldu, öləcək. Bugün bizim həyatımızın ən əlamətlər və yaxud da qalan verəcək. Yok, hep bu. Əlbəttə, sakit ol. Ömür boyu 11-ci sinifdə də elə oturmuşsan, həmişə mənə görülürdün. Sakit ol, qulaq. Sen koydun, aklınca vardı, değil mi abi? Öz ürək sözlərinizi deyil. Buyurun. İstəyən varsa buyurun. Buyurun. İstəyən. Bütün məzunları təbrik edirəm. Döyüşlərindən uğurlar arzulayıram. Sağ ol. Üzərimizdə əməyi olan bütün müəllimlərə öz minnətdarlığımı bildirirəm. Bir də ilk müəllimimiz olan Günel müəlliməyə təşəkkürümü bildirirəm. Çox sağ olun. Buyurun, istəyən. Ürək sözü. Onlara. Yerler değil. Şimdi sev koyacağız. Əziz və mehriban müəllimlər, valideynlər, sizin hamınızı salamlayıram. Sizdən bildirirəm ki, bizi 30 il bundan əvvəl bu məktəbin iqtidar olmuşuq. İndi 30 ildən sonra yenə bu məktəbdə görüşürük həmin uşaqlarla. Sizə öz minnətdarlığımızı təbrik edirəm. Sağ olun, çox sağ olun. Təzəqüm, deyə gələk. Təzəqüm çalmadı da təzəqüm. Maral deyim, maral. Bura məsafə götürmür. Hə, uzaq. 30 il bundan əvvəl dərs etdiyim uşaqlar. Məzunlar, Sizin ürək sözlərinizi biz dinləməyə hazırıq. burada elə 30 il bundan əvvəl məzun olan, hazır orada oturub, öz evladı orada məzundur. Mən Maral xanıma söz vermək istəyərdim, çünki Maral xanımın oğlu Gülhan bu il 11-ci sinif qurtarıb, 30 il bundan əvvəl isə Maral xanım özü 10-cu sinif qurtarıb. Burada Məsafəyə görə biraz ürək sözləri.
Mən hamını salamlayıram. Birinci müəllimlərə öz minnətdarlığımı bildirirəm. İkinci də ki, 11-ci sinifləri təbrik edirəm. Öz arzularına çatsınlar. Həyatda uzun ömür, can sağlığı arzu edirəm. Müvəffəqiyyətlər arzu edirəm. Mən arzu edirəm ki, 11-ci siniflərin hansı birinin ürəyində məktəbə girmək arzusu varsa, Allah arzusuna çatdırsın. Oğlanlara, qızlara xoşbəxtlik arzu edirəm. Bir də ki, mənim öz sevincimin həddi hüdudu yoxdur ki, öz sinif yoldaşlarımla bu günləri mən qovuşmuşam, sevinirəm. Bir də ki, öz evladım 11-ci sinifi bitirib, nə deyim? Sevinirsən. Sevinirəm. Alqışlayırıq. Hamını təbrik edirəm. Sağ olun. Bir şey də qeyd eləmək istəyirəm. Mən 10-cu sinifdə dərs deyəndə Deməli, müəllimin stolunun qarşısında yox, bu bir tərəfdə o biri riyadda 2 nəfər şagird əyləşirdi. Yox deyil. hə, 2 nəfər şagird əyləşirdi. yox, hə. Onlardan biri Əlverdiydi, Biri də Qurbava xanım. İş elə gətirdi ki, onlar ailə qurdular və xoşbəxt bir ailədirlər. Mən onları bura dəvət eləmək istəyirəm. Ürək sözlərinizi dinləmək istəyirəm. Qurbava, özdə yadındadır. Mən dedim ki, Elman müəllim, mən niyə 5 verməmişsən, 4 vermişdim ha, yadındadır. Buyurun. Salamünaleyküm. 52. Bugünkü gün münasibəti ilə buraya yığışanların hamısını təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram. Hər birinə həyatda müvəffəqiyyətlər arzulayıram. O gün olsun, hər kimin ki ürəyində arzusu var, hamısı o arzuya çatsın. Sağ olun. Bizdə ki həyatda Allah'ım Allah'a Allah qismət edir. Uzun ömür hamiyə can sağlığı arzulayıram. Amma hami xoşbəxt olsun. Amin. Xoşbəxt olsun. Mən danışdıracağım. Deməli, biz demokratik ölkədə yaşayırıq. Qadınla kişinin hüquqları bərabərdir. Öz fikirləri yüksək səviyyədə deyə bilər. Bircə kəlmə, Qurbava xanım. Təbrik edirəm 12 sinifləri. Mən də özüm söyləyirəm ki, sinif yoldaşlarıma qovuşmuşam. Nə deyirəm, sevincim həyatlarım. Sağ ol Qurbava. Sağ ol ki, gəlmişsiniz. Sağ olun ki, bu məclisdə iştirak edirsiniz. Sağ olun ki, bu uşaqların bu tədbirin yüksək səviyyələrə qaldırırsınız. Sağ olun, minnətdarım. Çıxış üçün söz verilir məktəbimizin valideyn komitəsinin sədri Baxışov Söhrab yoldaşa. Buyur Söhrab. Əziz valideynlər, əziz müəllimlər. Sizi uzun ömür, can sağlığı arzulayıram. Ona görə ki, burada 1-ci sinif və 11-ci sinif uşaqların üstündə çox əziyyət çəkmişsiniz. Mən 1-2 ildir buradayam. Mən bilirəm ki, burada müəllimlər nə əziyyət çəkirlər. Çox əziyyət çəkirlər. Onların aldığı əmək onlara halal olsun. Qaldı 11-ci sinifləri mən uzun ömür, can sağlığı arzulayıram. Onlardan balaca bir incıqlığım var, ancaq utarırlar. Utarırlar ancaq. Gələcəyi yadınızdan çıxarmayın. Mən neçə dəfələrlə valideynlər iclasında demişəm. Gələcəyinizi fikirləşin. Hərbiyə gedəndə, ali məktəbə gedəndə, ailə quranda ancaq fikirləşmək lazımdır ki, mən hansı yoldayam, hara gedirəm. Bunu yadınızdan çıxarmayın. Mən bunu sizə vəsiyyət edirəm.
Ben okuyacağım, müəllim olacağım, həkim olacağım, ne olacağım, hərbiçi olacağım, polis olacağım. O şeyleri həmişə fikirləşin. Ben bunu neçə illərdir sizə demişəm. İndi də tələb edirəm. Bütün valideynlər üzərində, bütün 11-ci sınıfı qutaran uşaqlara, 1-ci sinifdən 11-ci sinifə dərs deyən müəllimlərə uzun ömür can sağlığı arzulayıram. Allah işinizi avam eləsin. İmtihanlarınızı gözləyirəm. Mən çalışıram imtihanlarınızı oturacağım. Görüm testi nə təhliləyəcəksiniz. Çalışar Allah qoysa yaxşılar. Uzun ömür can sağlığı arzulayıram. Çox sağ olun. Sağ olun, çox sağ olun. Məktəb. Məktəb günləri də əziz insana, ondan ayrılan xatirələr ovar səni bir körpə kimi. Bu olar dar gündə ancaq təhsilin. Elmlər məqsəni bu əziz bina. Məktəbi sevməyən insan varmı? Füzuli, Nizami, Böyük Sabiri, məktəbsiz insan heç tanıyarmı? Məktəblə quş olub qanat çalaram. Hündür zirvələri gəzib dolanıb, qış buraxar gedər bütün varlığım. Xəzansız çiçək bir bahar olub. Aç qapıları aç üzümüzə, qoy gedək saldığın yolun davamın. Ana məktəb, al bizi qoynuna, duyaq sirlərin dərin həyatın, duyaq sirlərin dərin həyatın. Hörmətli qonaqlar, əziz və istəkli şagirdlərimiz. Bugün Respublikanın hər yerində son zərb günüdür. Mən bugün münasibətilə məzunlarımızı, onların valideynlərini səminlə qəlbən təbrik edirəm. Onlara ən xoş arzularımı bildirirəm. Bu məzunlar arasında bu il Yaşar müəllimin evladı Elvira bir də Aydın müəllimin nəvəsi 11-ci sinif tutarır. Mən bütün valideynləri, o cümlədən Aydın müəllimi təbrik edirəm, onlara göz aydınlığı verirəm. Məzunlarımızda isə ən uğurlu diləyirəm. Onlara bir şeir töhfəm var. Tutub əlimizdən ana sözünü, yazdırıb öyrətdin bizə vətən sevgisini, sözün düzünü. Öyrədən sən oldun bizə müəllim. Dəryasan, mənbəyin çeşmə bulaqlar, şərəfin, şöhrətin kan var. Dünyanın elmindən əhli xiridar, məhəbbətin sonsuz ümman, müəllim. Vətənim üzüktür, sən nadir qaşı, dağlar tək vüqarlı, ucadır başı. Könüllər ünvanın, bilinməz önündə əyilləm, müəllim sənin. Adının mənası gör necə dərin, dünyada, cahanda var əziz yerin. Kamil insan, əqlin dəryadan dərin, önündə əyil, müəllim sənin. Çox sağ olun. Meyniman kənd tam orta məktəbi rayon üzrə, yəni 32 məktəbin içərisində qalib olmuşdur. Buna görə orada iştirak edən uşaqları 11-ci sinif